Rüstəm Orucov Azərbaycanın ən məşhur cüdoçularından biri. İndi Səudiyyə Ərəbistanda işləyir və bu ölkənin komandasını böyük yarışlara hazırlayır. Necədir vəziyyət? Necə keçir hazırlıq? Yaxşıdır, gördüyünüz kimi Azərbaycanın seçmiş hazırlığı üçün. Çünki bizim belə deyim, Azərbaycan milli komandası çox güclüdür. Gəlmişik bura İslam oyunu hazırlaşırıq. İslam oyunları, bir də Asiya oyunları. Kadetlər arasında 2 dənə bizdə güclü yarış olacaq. Hal-hazırda ora hazırlıq gedir bizdə. İndi hal-hazırda bizim Azərbaycan milli komandası yəni çox güclüdür və olimpiyada 2 dənə qızıl götürməklə bütün dünyaya göstərdi ki, Azərbaycan judosu çox güclüdür və ona görə biz buranı seçmişik məşqlər üçün. Qabaqdan gələn əlbəttə ki, Səudiyyə Ərəbistanında keçirilən İslamiyadadan gedir söhbət. Mənim üçün çox maraqlı olacaq. Rüstəm döşəkdə Ərəb və Azərbaycan judoçularının qarşılaşmasında nə hisslər keçirəcək? Belə çətin sualdır. Fərq yoxdur da kim udacaq da, əsas o güclü gəlib qalsın. Neçə ildən sonra güclü Ərəb judoçularını belə deyək, beynəlxalq arenada görə bilərik? Neçə ildən sonra? Məncə gələn olimpiyada, bu olimpiyada yox, gələn olimpiyadada yaxşı bir sastavla getmək olar. Rüstəmin özü tatami üçün darıxırmı? Əlbəttə ki, darıxıram, hərdən görüşlərə baxıram, bütün yarışları izləyirəm, darıxıram, amma hər şeyin sonu var.